keçmişim bir anlıq gözümün qarşısından keçdi. Öz içimdə kövrəldim. Uşaqlıq illəri həmişə maraqlı olur. İlk sevdiyin qız olub. Yox, indi o qız qalar. Həyat sən nə qəribəsən. Ömrümüz, günümüz su kimi uçub gedir. Yaxınlarımızın qədrini bilək. Ki sizin bostanınızda kimsə daş atıb. Kimdir mənim dostuma söz deyir? Kimsə gücünə, qüvvətinə, qoluna güvənib kiminsə üstünə gedirsə mən onu döyəcəm. O ağılsız adamdır. Sənin kimi istəyirəm ətrafım, dostlarım, sənin kimi hörmətim olsun. Həyatda kiminsə yolu ilə getmə. Allah heç kimi də Xoşqədəm xanımın verilişində axtarmağı nəsib eləməsin inşallah. Videoya keçməzdən öncə bu cür videoların davamının gəlməyini istəyirsinizsə, videonu bəyənməyi və bildiriş butonunu açmağı unutmayın. Salam əziz tamaşaçılar, ARB televiziyasında yayımlanan Maqazin Plus'da qonağım var rubrikasında Nura sizi salamlayır. Bugünkü qonağım Kamil Zeynallıdır. Xoş gördük sizə. Salam Nura xanım, hər vaxtınız xeyir olsun. Təşəkkür edirəm sizə dəvətiniz üçün. İzləyicilərimizi salamlayıram və ARB rəhbərliyinin bütün işçilərini salamlayıram. Bu yaxınlarda Göyçayda olmusunuz. 4-cü sinifə qədər şagird olduğum məktəbə getdik və orada da mənim öz keçmişim bir anlıq gözümün qarşısından keçdi. Biraz öz içimdə kövrəldim. İnsan üçün ki, uşaqlıq illəri həmişə harda olursan ol, bəzən maraqlı olur. Məktəb illəri də bizim üçün daha gözəl olub, daha maraq. İlk sevdiyin qız olub, dostların olub, digər nələrsə, məktəbdə də, orta məktəbdə uşaq olub. Gördünüz onu? Yox, indi o qız qalar. Özümə dedim ki, həyat sən nə qəribəsən, necə sən su kimi gedirsən. Ömrümüz, günümüz su kimi uçub gedir. Ona görə insanlar hamısı bir-birinin qədrini bilməlidirlər. Yəni bu həyatda kinlik, düşmənçilik və yaxud da küsülü qalmaq vallahi heç nəyi dəyişdirmir. Həyat qısadır, vaxt qısadır. Dostlarımızın, yaxınlarımızın qədrini bilək. Təbii ki, yaxşılardan söhbət gedir. Olubdu ki, sizin bostanınızda kimsə daş atıb və Kamil Zeynallı olaraq onun cavabını vermisiniz. Onsuz da bu günlərim hər bir insan kimsə kiminsə dostuna, yaxınına, ağzımızda məsəl üçün dostumuz deyirik. Dostumuzun kimsə xətrinə dəysə, bir onun dostu kimi, yaxını kimi, sirdaşı kimi öz sinəni qabağa verərsənsə, kimdir mənim dostuma söz deyir? Yəni, istəyir qadınlar tərəfdən olsun, istəyir bəylər tərəfdən olsun. Amma həyatda onu qazanmaq lazımdır ki, kimsə səndən ötəri sinəsini qabağa versin. Kimsə gücünə, qüvvətinə, qoluna güvənib kiminsə üstünə gedirsə mən onu döyəcəm. O ağılsız adamdır. İnsanlar var ki, istəyirlər ki, o insanın həyatını yaşasınlar. Bugün ətrafımda elə bir insan olubdu ki, Kamil Zeynallının yanında dost kimi yox, Kamil Zeynallının məhz həyatını yaşamaq istəyən. Belə bir dostların olubmu? Valla olsa da bəzən təbii ki, onu deməzlər. Çünki insanlarda, çox insanlarda qürur hissi var. Deməz ki, mən də sənin kimi yaşamaq istəyərəm. Və yaxud da sənin kimi istəyərəm ətrafım, dostlarım, sənin kimi hörmətim olsun. Çox adam bunu istəyər. Əlbəttə ki, tək mənim yox. Digər tanınmışlarda da, məsəl üçün, var da, indi həyatda hər bir insanın öz idealı deyim, öz belə baxıb götürəcəyi insanlar var. İndi məndən də elə olub ki, bəli, mənim də nəylərimdənsə həyatda insanlar götürmək istəyən insanlar olub. Həyatda kiminsə yolu ilə getmə, öz ağlınla get. Belə bir söz var, axtaran tapar. Hər axtaran deyir, axtardığını deyir, tapır, əldə eləyir. Bu gün Kamilin axtardığı bir şey olub ki, onu tapmasın. Valla həyatda mən axtardığım uşaqlıqda olub da təbii ki. Bu günlərim isə Allaha şükür olsun. Hər şey öz yolunda olandan sonra axtarmağa belə bir nəsə qalmır. Həyatda axtarmışam, dostlar tapmışam, axtarmışam, özümə iş tapmışam, axtarmışam, özümə hörmət tapmışam. Allah heç kimi də Xoşqədəm xanımın verilişində axtarmağı nəsib eləməsin inşallah. Amma belə axtarmaq lazımdır. Dünyaya gəlsəydin, nəyi həyatda silmək istəyərdin? Dünyaya gəlsəydim, bir də dünyaya gəlsəydim, həyatda silmək istəyərdim. Anamın çəkdiyi çətin, əziyyətli günləri silmək istəyərdim. Amma ki, şükür Allah, hər şey geridə qalıb, hər şey bugün yaxşıdır. Təşəkkür edirəm. Müsahibəyə görə sizə uğurlar arzu edirəm. Təşəkkür edirəm, çox sağ olun. İDdən sizə bir parfüm hədiyyə edirəm. Aramızda istisna olmasın, götürürəm aramızda. Keçmişim bir anlıq gözümün qarşısından keçdi. Öz içimdə kövrəldim. Uşaqlıq illəri həmişə maraqlı olur. İlk sevdiyin qız olub. Yox, indi o qız qalar. Həyat sən nə qəribəsən. Ömrümüz, günümüz su kimi uçub gedir. Yaxınlarımızın qədrini bilək. Ki sizin bostanınızda kimsə daş atıb. Kimdir mənim dostuma söz deyir? Kimsə gücünə, qüvvətinə, qoluna güvənib
kiminsə üstünə gedirsə mən ucayıb, mən onu döyəcəm, o ağılsız adamdır. Sənin kimi istəyərəm ətrafım, dostlarım, sənin kimi hörmətim olsun. Həyatda kiminsə yolu ilə getmə. Allah heç kimi də Xoşqədəm xanımın verilişində axtarmağı nəsib eləməsin inşallah. Salam əziz tamaşaçılar, ARB televiziyasında yayımlanan Maqazin Plus'da qonağım var rubrikasında Nura sizi salamlayır. Bugünkü qonağım Kamil Zeynallıdır. Xoş gördük sizə. Salam Nura xanım, hər vaxtınız xeyir olsun. Təşəkkür edirəm sizə dəvətiniz üçün. İzləyicilərimizi salamlayıram və ARB rəhbərlərinin bütün işçilərini salamlayıram. Bu yaxınlarda Göyçayda olmusunuz. 4-cü sinifə qədər şagird olduğum məktəbə getdik. Və orada da mənim öz keçmişim bir anlıq gözümün qarşısından keçdi. Biraz öz içimdə kövrəldim. İnsan üçün ki, uşaqlıq illəri həmişə harda olursan ol, bəzən maraqlı olur. Məktəb illəri də bizim üçün daha gözəl olub, daha ilk sevdiyin qız olub, dostların olub, digər nələrsə, məktəbdə də, orta məktəbdə uşaq olub. Gördünüz onu? Yox, indi o qızlar özümə dedim ki, həyat sən nə qəribəsən, necə sən su kimi gedirsən, ömrümüz, günümüz su kimi uçub gedir. Ona görə insanlar hamısı bir-birinin qədrini bilməlidirlər. Yəni bu həyatda kinlik, düşmənçilik və yaxud da küsülü qalmaq vallahi heç nəyi dəyişdirmir. Həyat qısadır, vaxt qısadır. Dostlarımızın, yaxınlarımızın qədrini bilək. Təbii ki, yaxşılardan söhbət gedir. Olubdur ki, sizin bostanınıza kimsə daş atıb və Kamil Zeynallı olaraq onun cavabını vermisiniz. Onsuz da bu günlərim hər bir insan kimsə dostuna, yaxınına, ağzımızda məsəl üçün dostumuz deyirik. Dostumuzun kimsə xətrinə dəysə, bir onun dostu kimi, yaxını kimi, sirdaşı kimi öz sinəni qabağa verərsənsə, kimdir mənim dostuma sözdür? Yəni istəyir qadınlar tərəfdən olsun, istəyir bəylər tərəfdən olsun. Amma həyatda onu qazanmaq lazımdır ki, kimsə səndən ötəri sinəsini qabağa versin. Kimsə gücünə, qüvvətinə, qoluna güvənib kiminsə üstünə gedirsə mən ucayıb, mən onu döyəcəm, o ağılsız adamdır. İnsanlar var ki, istəyirlər ki, o insanın həyatını yaşasınlar. Bugün ətrafında elə bir insan olubdu ki, Kamil Zeynallının yanında dost kimi yox, Kamil Zeynallının məhz həyatını yaşamaq istəyən. Belə bir dostların olubmu? Valla olsa da bəzən təbii ki, onu deməzlər. Çünki çox insanlarda qürur hissi var. Deməz ki, mən də sənin kimi yaşamaq istəyərəm və yaxud da sənin kimi istəyərəm ətrafım, dostlarım, sənin kimi hörmətim olsun. Çox adam bunu istəyər, əlbəttə ki, tək mənim yox. Digər tanınmışlarda da, məsəl üçün, var da, indi həyatda hər bir insanın öz idealı deyim, öz belə baxıb götürəcəyi insanlar var. İndi məndən də elə olub ki, bəli, mənim də nəylərimdənsə həyatda insanlar götürmək istəyən insanlar olub. Həyatda kiminsə yolu ilə getmə, öz ağlınla get. Belə bir söz var, axtaran tapar. Hər axtaran deyir, axtardığını deyir, tapır, əldə edir. Bu gün Kamilin axtardığı bir şey olub ki, onu tapmasın. Valla həyatda mən axtardığım uşaqlıqda olub da təbii ki. Bu günlərim isə Allaha şükür olsun. Hər şey öz yolunda olandan sonra axtarmağa belə bir nəsə qalmır. Həyatda axtarmışam, dostlar tapmışam, axtarmışam, özümə iş tapmışam, axtarmışam, özümə hörmət tapmışam. Allah heç kimi də Xoşqədəm xanımın verilişində axtarmağı nəsib eləməsin inşallah. Amma belə axtarmaq lazımdır. Dünyaya gəlsəydin, nəyi həyatda silmək istəyərdin? Dünyaya gəlsəydim, bir də dünyaya gəlsəydim, həyatda silmək istəyərdim. Anamın çəkdiyi çətin, əziyyətli günləri silmək istəyərdim. Amma ki, şükür Allah, hər şey geridə qalıb, hər şey bugün yaxşıdır. Təşəkkür edirəm. Müsahibəyə görə sizə uğurlar arzu edirəm. Təşəkkür edirəm, çox sağ olun. İDdən sizə bir parfüm hədiyyə edirəm. Aramızda istinad olmasın, götürürəm aramızda.